Dünyadandım diye oduna yandım diye bu cür aldandım diye bağışla beni dostum. Oduna yandım diye, bu cür aldandım diye bağışla beni dostum. Dünyanı dandım diye, oduna yandım diye, bu cür aldandım diye bağışla beni dostum. Güneşin saçılırsa, kaçılırsa bağışla beni dostum. Güneşin saçılırsa, yüreğin açılırsa, hizmetten kaçılırsa bağışla beni dostum. Açılırsa bağışla beni dostum. Güneşin saçılırsa, yüreğin açılırsa, kısmetten kaçılırsa bağışla beni dostum. Bağışla beni dostum. Bağışla beni dostum. Sabahınız xeyirli olsun əzizlərim, canlarım, ciyərlərim. Necəsiniz? Yaxşıdır, yaxşıdır. Şalqış gəlsin, dilim yaxşıdır. Nənə, var olasınız, xoş gəlmişsiniz. Bugün yenə pozitiv bir enerji ilə oy nə gözəl xanım gəlir orada. Bəh, bəh, bəh. Mən istəyərdim gözəl bizim aparıcımız, mənim Novruz abimi çağırın bura. Mənim, belə deyim də, arxam, dayağım, Novruz! Bak! Nətərsən? Yaşa. Əla, necəsiniz? Nə qəşəksən bu? Əziz tamaşaçılar, hər birinizi salamlayıram. Sən bu günləri bombasan, bomba. Elə sən də bomba. Biraz yavaş olaq, biraz yavaş olaq. Şovbət bizimlədir. Əlbəttə ki, bizimlədir DJ Nano. Sağ ol Nano. Sağ ol Nano. Bravo. Necəsiz? Keyfimiz necədir? Bizim çox gözəl qonaqlarımız var, çox gözəl qonaq. Dostum oxudun, dostum. Hə, dostum, yaxşı dostlarım. Yenə mi dostlardandır şərəfli gələnlər? Amma hələ də ürəyimcə deyil. Hələ də ürək. Oxumaq Çünki mı? mən bunları döymək istəyirəm. Hə, dünənləri... Bunlar mənə qulaq asmırlar. Qulaq asmırlar. Ya. Bizi döyək də indi efirdə. Efirdə döyək. Deyirəm, Novruz, sənə baxıram. Elə belə balacəsən ki, qəşək. Elə bir şilləlik sarvırım. Dur görüm elə bir şeylər. Adı yox. Bax, bugün əziz tamaşaçılar, çox gözəl qonaqlarımız var. Çox pozitiv qonaqlarımız var. İkisi də sevdiyim insandır. Yəni, çox bəyəndiyim insanlardır. Biri vapşi mənim belə ürəyimdir də, belə kəsib, ora girib. Yəni, orada mən ürəyini çağıraq. Onda elə sənin ürəyini çağıraq. Birinci ürəyi çağıraq, ikinci ürəyi.
İkisi də ürəkdir. Axı dedim biri ürəkdir, biri böyrəkdir, biri sağ Ya ciyərdir. ikisi də çox istədiyim insandır. Yəni ki, İkisi də. bəyəndiyim insan. Mən də həqiqətən- Bir xanıma həmişə deyirəm ki, o xanım qarışqadır. Çünki o qədər zəhmətkeş xanımdır Xanımı ki. sir saxlayırıq. Xanım Birinci- müğənni deyil. Yox, ümumiyyətlə deməyəm, ulduzumuzu sir saxlayırıq. Niyam Selami! Canım mənim, dostum. Sevirəm abi səni buralarsan. Mənim Niyam abim üçün bir dənə gözəl alqış gəlsin də, nə olar? Ay can, nə yaxşı varsın. Necəsən Niyam? Nə var, nə yox? Xoş gəlmisən. Mikrofon işləyir. İşləyir, Əlbəttə narahat işləyir. Biz olma. səni eşidirik əsas məsələ. Xoş Hə, gəlmisən. necəsin? Niyam. Mən sizi təbrik edirəm. Sağ ol, ürək. Doğrudan, yəni deyir ki, dostlar səhər-səhər dost deyirsiniz. Doğrudan da birinci adamın hər işində gərək dostları yanında Mütləq, olsun. mütləq. Mən desin həmişə yanınızda olmuşam. Düzdür. Yəni İllərdir Niyam lampa həmişə. kimi bir dənə yandıran kimi söz sizin yanınızda. Niyamın belə bir xarakteri var. Bir söz deyir, kəlmə deyir. Hə, yox. Yəni uzatmaq söhbəti. Hə. Bablara gəlirəm ha. Deyir ki, gəlirsən Səidə. Deyirəm ki, hə, yoldayam gəlirəm. Mən də gəlməyim bir saçım. Ay aman, Yo, niyə deyirəm, o qədər hardasan? zəngin? Hardasan? Noruz gör nədir? Çatıram. Deyirəm, yox, başa düşdüm, çatıram. Hardasan, onu Hə, o deyir. sözü. Hardasan? Dəqiqliyi sevir ha Niyam. Dəqiqliyi sevir. Dəqiqliyi sevirdim əziz tamaşaçılar. Heç Aha. bunlar gəlməmişdilər. Bunlar da mənə deməmişdilər ki, yalandan deyiblər ki, saat 10-da veriliş başlayır. Dərnəgül yolunda maşını mən necə sürdüm, necə mən Gəlib gəldim, çatıb necə bura. çatdım. Ona qalmış 5 dəqiqə girmişim, gələm görüm, hər öz işində. Hər öz Veriliş işində. başlamayıb, deyirlər. Nə 11-də. Novruz var, nə də ki Səidə var. Amma yaxşı ki, Amma gəldim, məşq elədim. burada, Gəldim ki, vallahi. kalbasaların yanında nəsə Kalbasan dadına yox. baxırsan. Mən dadına baxdım, buradan Baxdın. qırmışam da kalbasanı. Həqiqətən lider kalbasaların elə dadına Qırmışam baxmaq da. lazımdır. Yo, Nə doğrudan- oxuyacaqsan Niyam bizim üçün indi? Mənim Nə? mahnımı oxu, nə olar? Can, baş üstə. Bizim üçün yeni mahnı gətirmirsən? Yeni mahnı. Yeni mahnı əlbəttə. özdə necə mahnı? Elə Adam mahnıdır bütün ki, sinirləri oynayır. yəni mənə dostlar, tanışlar dedi ki, Niyam, bu sənin janrında deyil. Amma dedim ki, yox, bunu oxumalıyam. Sevirəm. Gəlsin onda gəlsin Niyam Selami'dən bir mahnı, daha sonra söhbət Top edəcəyik. verin də, nə olar? Taktiklerden kırılırsın ama mutlu olursun. Taklitlerden sıkılırsın, el ele tutuşursun. Yurdunu unutup bana kalbimi hızla atışını tutun. Gidiyorsun göğsümden ama kalbimi sıkıyor. Göğsümden ama kalbimi nefesimi çekiyor. Kalbimden kalbini kendine çekiyorsun. Yüzüyorsun göğsümden ama kalbimi sıkıyor. Göğsümden ama kalbimi nefesini çekiyor. Kalbimden kalbini kendine çekiyorsun. Yüzüyorsun. Taktiklerden kırılırsın ama mutlu olursun. Taklitlerden sıkılırsın, el ele tutuşursun. Yurdunu unutup bana kalbini hızla atışını tutun. Gidiyorsun göğsümden ama kalbimi sıkıyor. Göğsümden ama kalbimi nefesimi çekiyor. Kalbimden kalbini kendine çekiyorsun. Yüzüyorsun göğsümden ama kalbimi sıkıyor. Göğsümden ama kalbimi nefesimi çekiyor. Kalbimden kalbini kendine çekiyorsun. Yüzüyorsun.
cavab ver. Niyam, bu mahnı bir türk qızı oxuyub da, təsəvvür edin uşaqlar. Alo. Türk qızı kim oxuyub bunu ümumiyyətlə? Alo. Sangalo diyorum, beni Ama duymuyor duymuyor musun? musun? Ay, mən eşidin dana bu. Evi Deyirəm yok. kim? Olan şeydir. Deməli, o qız oxuyandan Hansı sonra qızı, adı nədir? Bilmirəm, tanımıram qızı. Niyam, sən Ondan bilərsən. sonra mən deyirəm, Adı Niyam, nədir? bu mahnının peçatın Ayşe, Mən elə onu deyəcəydim. Qızda Ayşe adında. tanımıram, heç bilmirəm. Ama Ayşe adında bir xanımdır. Sadece olarak ben Rəhimlə bir yerdə, dostum Rəhimlə bir yerdə. Can, rəhm Hə. salam salam verib. Salamlayıram, səhər-səhər bilmirəm, Tezliklə bizə bizə baxır, qonaq ya olacaq. Sizə deyim, bütün rəhim sevərlər gələ bilər. Buyur, davam eləyək. Hə. Görürsünüz rəhim necə sevilirsən, Mahnını görürsən? eşitdim. Mahnıya çox xoşum gəldi, bəyəndim. Dedim ki, mahnı oxumaq istəyirəm. Rəhim dedi ki, biraz sənin janrında olmayan bir mahnıdır. Yox, Çətinlik şərt bir çəkməzsən. mahnıdır. Dedim, yox, mahnını sevirəmsə, əsas sevməkdir. Sevirəmsə onu oxuyacağım. Elə də oldu. Yəni sevə-sevə getdim. Möhrün oxudum. vurdunsa. O qız getsin kef eləsin. Həqiqətən Kesin. bu mahnını Dincəlsin. o xanım Dincəlsin, tutuzdurmadı. maşallah. Niyə Səlamə tutuzdurdu? Biz isə Bəs keçid nə? alırıq baş sponsorlarımıza. Oy, Lider Qudar kalbasaları da abi, baş hello. sponsorumuz. İnanın ki, gedirsiniz Azərbaycanın bütün marketlərindən ala bilərsiniz, dadına baxa bilərsiniz. 90 cür çeşiddə, hər cür qablaşdırmada bu kalbasalardan var. Dünən tamaşaçılarımız da evlərini aparıb, yəqin ki, dadına baxıblar. Çox xoşlarına gəlibdi. Digər baş sponsorumuz Dərnəgül şosesində yerləşən H&B Mall İnşaat Materialları mağazasıdır. Mağaza sizə tam keyfiyyətli və münasib qiymətə məhsullar təklif edir. Fransa, Finlandiya və digər Avropa ölkələrində istehsal olunan müxtəlif tikinti və inşaat materiallarını rahat şəkildə H&B Mall-dan ala bilərsiniz. Və digər məlumatı çatdırım ki, H&B İnşaat mərkəzi çox böyükdür. Orada eyni zamanda tikinti materiallarının satışını həyata keçirmək istəyirsinizsə, mütləq üst tutursuz, orada icarəyə yerlər verilir. Adres isə Dərnəgül şosesi, keçmiş Həyat Mebelin yeri. Digər sponsorlarımız Türkiyə istehsalı olan XR Forum növbəti sponsorumuzdur. Ver onu mənə tamaşaçılarımıza yaxşı-yaxşı göstərin, baxın. Deməli, idman zallarına getməyə artıq ehtiyac yoxdur. Kişilər və qadınlar. Bilirəm, idman zalına getmək böyük bir əziyyətdir, amma bundan sonra bizim X Forum var. Çox piyləri əridir. Çox arıqlamaq üçün çox xeyirlidir. Ona görə də istəyərdim insanlarımız bundan istifadə eləsinlər və nəticəsini görəcəklər. Ünvan Yasamal rayonu, Şərifzadə küçəsi 130, Ateistlə üzbəüz, telefon 055 821 77 77. Növbəti sponsorumuz isə Təmiz Pərdə şirkətidir. Bura zəng edirsiniz, əməkdaşlar gəlirlər, pərdəni çıxardırlar, yuyurlar, ütüləyirlər, hər şey eləyirlər, pərdəni qəşəng axırda sərirlər yerinə. Təmiz pərdə həmçinin istənilən zövqə uyğun İtaliya, Türkiyə istehsalı olan pərdələri də sifariş edə bilərsiniz təmiz pərdədən. Ünvan 7-ci mikrorayon, Azadlıq metrosunun yaxınlığı, telefon 012 563 62 64 051 574 74 00 070 709 39 89. Bununla da bitmir Təmiz pərdə. sponsorlarımız. Bununla da bitmir və digər sponsorumuz var. Saç sökülməsinə, baş dərisində olan xəstəliklərə artıq son. Son zamanlar ümumiyyətlə xanımlarda olur, saç sökülməsi. Elə bəylərdə də olur. Yo, mən Bunun sənə bir qarşısını şeyin indidən nəzərinə alaq. çatdırım ki, mən də artıq başlamışam bundan istifadə etməyə. Çox xeyirlidir və istəyərdim ki, insanlarımız da yəni bundan istifadə etsinlər. Bəli. Uduzmazsınız. Xatırlatmaq istəyirəm ki, məhsullar tam təbiidir, tərkibi 22 növ endemik bitki qarışığından ibarətdir. Ünvan Mirzəbala Əhmədzadə küçəsi ev 6 mənzil 51, Nərimanov parkının arxası, telefon nömrələri 055 392 67 00 012 567 34 75. Facebook ünvanı bitki dərmanı Bakıda. Gedirsiniz, alırsınız. İndi isə Niyam Salamidən hədiyyə var, studiyaya gələcək, amma dərhal reklamlardan sonra reklamlara girmirik, Niyam Salami ilə söhbətimizi davam etdirək o zaman. Sən mənim sirrimi niyə dağıtdın? Doğrudan sən niyə qabaqcıdan Hədiyyə var demədim ki, nədir? Hədiyyə elə Sən şey. niyə belə eləyirsən, qardaş, Ver hər onu şeyin mənə. üstünü Ver onu satışa atırsan. çıxardacam. Bu uşaqda heç bir dənə yoxdur, bir sir Qızım, ayaqqabı saxlasın. Qoy tamaşaçılar üçün maraqlı qalsın. O hədiyyə nədir? Qoy hədiyyəmi gətirim. Ən yaxşısı məndən də siz saxlayın. Mən bildim, Qoy hamı gətir. bildi deməkdir. Hə? İndi mi gətirir hədiyyəni? Vay, deyəsən Lənkərandan gəlir bu. Çalın da bir şey. Mənə balası. Dənəni dəyninəm. Nədir bu hədiyyə? Hədiyyə.
Ay ləli yar, ləli yar, ləli. Görsən nə gətirmişəm sən. Oo! Niyamın hal-hazırki görüntüsü vağzaldan yola düşürlər. Bu Ay, Niyam. dəqiqə Səidə Sultandan Burada yola bir düşürlər şeydir, vağzaldan. Ləvəngi Gedirlər deyil. Lənkərana. Yox, ya da Ləvəngi gəlirlər. Gözümü yum. İlan zot çıxardarsan, ən qorxduğum şey. Ləvəngi deyil. Çartdım da mən sən. Ləvəngi Burada nə sizi var? yeyək də burada. Qəşəng səhər tezdə. Gözümü yumdum. Sən kişi xaylağısan da. Bəli, Mən bəli. sənə Hədiyyə gətirməmsən. hədiyyə Hədiyyə gətirmişəm. Allah canını sağ eləsin. Allah Sənə canını sağ hədiyyə eləsin. gətirməmişəm. ya. Qızım Olsa bura gözünü gəlib aç. ağzıma gətir. Mən xanımam, mənə olar. Mənim də sənə hədiyyəm olacaq yaxın Sən günlərdə. olmasa da. Çox qəşəng hədiyyə olacaq özlə. Sənə gör nələr. Açın. Və Aç. Oy, niyə? Bu sənə bir yubka. Amma bu şərtdən çox xahiş edirəm ki, mən istəyirəm bu efirdə geyinsinmi? bu gətirdim paltarları giyinəsən. Bir də alqış Ey tamaşaçılar! Görürsünüz bura əsl şoudur. Əsl şouda birazdan geyinəcək bu paltarı Səidə. Əlbəttə ki, gələcək studiyaya. Bunu özüm taxacam. Sən get geyin. Sağ ol, Niyam. Qaçmısan. Az öpüşün, nə olur? Çox sağ ol. Görürsən, mənim xətrim çox. Görürsən, padarka belədir ha. Padarkanı alan kimi bu şey mən. Davay. Get. Kim padarkadan qaçar? Hamı padarkanı sevmir, sevirsin. Mən də o kimi almırlar. Mən də Qoy mənim sən hədiyyəni bilim sevirəm, amma hələ gətirən yoxdur. Halında mahnı çalın, mahnı çalın, Gedirsən mahnı. geyinməyə? Axırda sonu mənlə qurtaracaq. Narahat olma. Salam et. Dostun neyniyir? Rəhim dostumuz neyniyir? Necədir? Gürcüstana yola düşür. Aha, mən Rəhimlə təzəlikcə əlaqə saxladım, efirə dəvət edirdim. Dedi ki, mən sənin efiri və sizin efirinizə yeni mahnı, yeni performansla çıxacağım. Çünki o bizim megastarımızdır. Düzdür. Çünki bir yerdə söhbətimiz oldu. Demək olar ki, mən belə başa düşürdüm ki, birinci efirə çıxmalıydı Sinə. Amma dedi ki, yox, qoy çıxıramsa, qoy yeni mahnı ilə çıxır. Dedim, lap ya, çünki mən də yeni mahnı gətirdim sizin efirə. İlk olaraq sizdə səsləndi. Həqiqətən mahnını eşitdiniz. Uğrar arzu edirəm Rəhimə ki, yəni gözəl alınsın. Xeyirli olsun mahnıları. İnşallah qayıdan kimi mütləq bizimlə əlaqə saxlasın. Mən səni yenə də təbrik eləmək istəyirəm, Novruz. Çox sağ ol, minnətdaram. Doğrudan verilişə çıxmaq, canlı verilişdə təmasda olmaq tamaşaçılardan biraz çətindir. Hətta canlı ansamblla biraz çətindir. Mən sizə minnətdaram. İnşallah yəni səhər-səhər durub bura yəni zəhər qatırsınız. Yuxunuza zəhər qatırsınız. Yuxunuza zəhər qatırsınız. Amma onlar üçün xoşdur, onlar üçün bir şərəfdir. Onlar əsl şoudur. Bu nədir Niyam, bu nədir? O qızın brilyantlarıdır. Qızın brilyantları qaldı burada. Qızın Qız brilyantı. brilyantsız getdi. Yox, o giyinsin, gəlsin. Ya deyim, sirdir. Mən bildim ki, bu verilişə gələcəm. Doğrudan dedim, ay Allah'ın gül dəstəsi, mən ümumiyyətlə qırılmış güldən xoşum gəlmir. Dərilmiş güldən. Dərilmiş gülü gətirib verəsən, hayfım gəlir o gülə, rozanı gətirirlər. Bir dəstə 1000 dənə verirlər, sabah yox, bir gün atırlar zibilliyə. Xoşum gəlmir elə şey. Birinci efirə Elnur Püket gətirmişdi. Bax, Elnura daş atdı. Buradan əsl şouda Elnur izləyirsən bizi. Baxmamışam. Gül gətirmişdi. Hə, gül gətirərəm. Hətta digər qonağımız da var, deyəsən o da gül gətirib. Yox, gül gətirərəm. Sadəcə onları dipçəkdə gül gətirirəm ki, evində qalsın xanımları. Amma eksklüziv olaraq mən getdim Səidə üçün o paltarları seçdim. Demirəm, Səidənin paltarı yoxdur. Sadəcə olaraq istədim ki, ona hədiyyə eləyim. Amma seçimimə bax. Seçimimə bax. Razmerini, bədən razmerini bilməyə. Mən o paltarı almışam. İndi bilmirəm. Əziz tamaşaçılar, reklamlardan sonra burada çox şey baş verəcək. Səidə paltarı da giyinəcək, digər qonağımız da gələcək. Hətta cərməmiz də olacaq, hər şey olacaq. Reklamlardan dərhal sonra görüşürük.
xoş gördük sizi. Çox. Siz necə belə gözəlləşmisiniz? Necə belə arıqlamısınız? Yoxsa siz də iksirdən istifadə edirsiniz? Sabahınız xeyir olsun, əziz tamaşaçılarımız. Mən əlbəttə ki, öz dostlarımın yerinə sizdən də çox sevinirəm. Çünki bu çoxdan olunmalıydı. Belə bir pozitiv, belə gözəl bir auralı veriliş çoxdan yoxdur. Bəyəndiniz verilişi? Çox bəyəndim. Tamaşaçılar, siz də bəyənirsiniz. Bu çox yaxşıdır. Musiqiçiləriniz, özünüz. Baxın, nə gözəl sima. Bəs hanı mənim gözəl? Sənin gözəlimi dəvət eləyək. İstəyirsən bu ürəklər. Səidə Sultan hardadır ümumiyyətlə? O ürək istəyəndə gedir. İndi əynin dəyişib gələcək. Görək kim gəlir? Sultanların sultanı Səidə Sultan! 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 Ay can. Bravo. Ya hələ Səidə necə bitməyib. görsənir dostlar? Hələ Necə bitməyib. gözəl Hələ görsənir? bitməyib. Hələ bitməyib. Bir dənə zəhmət olmasa. Bitməyib hələ. Ay, Bu da rədd elə. gəlinimizin brilliantları Bu da bəli gəlinimizin qızıllarıdır, brilliantlarını da taxar. Niyam Niyam. Subay, Əslində Səidə Subay. bunu hamı bilir ki, Niyamın çox Mən gözəl, uşara verirlər ha. çox 100%. gözəl Bir vağzalı da Nə gələcək deyirəm, birazdan. tutqusu var. Necə lazımdır? zövqü var. Niyamın Bunları- zövqündən doğrudan yoxdur. Bunları bu günləri evləndirək biz. Bir dəqiqə, bir dəqiqə. Çox üzr istəyirəm. Bağışla qızım. Mən səni amma Niyama verməm. Mən başqa bir oğlana verəcəm sənə. Artıq bilirəm kimə. Elə Bu mən günləri almışdım toy elə. Mən də Bu günləri deyirəm. toy olmayacaq. Burada Oğlan evi kızı. daydım Mən özüm eləyəcəm. Mən də deyirəm nə Mən deyirlər. həmişə Fatiməni yəni ki, ən sevdiyim xanımlardan biridir. Çünki zəhmətkeş xanımdır və sənətinə, özünə qiymət verirəm. Dəyərli bir xanımsan Azərbaycan üçün də, bizim üçün də. Mən həmişə deyirəm ki, yox, Fatimə həmişə deyir ki, Gəlin oturaq. Səidəm. Sənin bir Sizi xunan qol-qola oldu, görüm də mən. mənim boynumdadır. İnşallah. Sizi bir Amma qol-qola əslində görüm. Xuramanda var, amma Xuraman mənə bağışlasın da. O da Çünki dostum. sən Səidə, o ürəyim deyə. Amma Səidə, sən canım. həmişə demisən ki, Səidənin xınasını Eləyəcəm. Bəli, Niyamın qoluna gir görək yaraşırsınız bir yaraşmırsınız. Niyam mənim Baxaq qardaşım görək. da, və eyb olar. Bəh, Camaat bəh, bəh, bizə bəh, baxır. bəh. Gəl, Yaraşırlar. Qızım gəl eləşək. Gəlinimizi, bəyimizi yerinə dəvət edirik. Çox gözəl bir toy keçir burada. Harda rahatdır, orada oturur. Hə. Bu yaxınlarda Səidə. Bu yaxınlarda Façan anadan olan ki günü olub. Bu yaxınlarda. Təbrik Kimi də edirik. çağırmamışam. Yo, yo, Hə, əcəb eləyib, nə sən heç olar, bir canı dənə sağ soda ol. salmamısan. Yaxşı, Amma Siz deyirəm, sən çağırmamısan. yəni mən yəni Səidədən səni Nəzərə ayırmadım. almışam da vəziyyət biraz. Nəzərə aldım ki, bir pis gün oldu. qabaq bildim ki, sən gələcəksən. Ona görə də sənin üçün Niyam. ən bahalı bir hədiyyə gətirdim. Niyamın hədiyyələrindən yox. Vay. Sürprizli də oğlan baş. Belə oğlan harda var? Hamıya hədiyyə Gələk nə gətirir. gətirir? Neyse, balaca bir şey oxşur. Deyən Balaca da olsa çox qiymətlidir. Niyə görə balacadır? Çox qiymətlidir. Aha, Çünki baxaq görək. brilliant nə qədər balaca olanda Oy! bir o qədər. Oy. Sən zarafat edirsən yoxsa? Aa! Yox. Niyamın niyyəti Şok. başqaymış. Niyamın niyyəti başqadır. Ərim qısqanmaz ki qızım. Yox. Happy birthday eləyə bilərik. Hansı Əlbəttə. barmağına? Hə, hə. Wow! Baxın. Baxın belə.
ol. Təşəkkürümü bildirmək istəyirəm. Sadəcə olaraq Gözləmə. deyirəm birdən efirdən sonra əlimdən alarsan. Elə Əziz şey olmaz. tamaşaçılar, Şey olar. əziz tamaşaçılar, verilişimizin bir formatı var ki, biz verilişə gələn qonaqlarla bir oyun oynayırıq. Xəbəriniz var. Hə, yəni bax, Yəqin ki, cərmələr də xəbəriniz var, çətin cərmələrimiz məsələdir də ya. var. Yəni hazırlıqlı olasınız da Yəni, baxacaqda. özü cərmələrimizə yoxdur idi, söhbəti yoxdur. Yəni, bizim verilişə gəlib də... Yox idi ya. Nay, 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 dini, nay, nay, dini, nay, nay, ləni, nani, dini, nani, nay, qorxma, yaxşı olacaq. Bacı buradadır, qorxma. Bacı qurban. Nə oyun oynayırıq Səidə? Mən bilmirəm, Bilmirsən. sənin qulağında oturublar, mənim xəbərim yoxdur. Top hardadır, top? Topumuz hardadır? Hə, topu tulla gəlsin. Sağ ol. Sağ ol, Azad. Niyam, gəl görüm hələ. Niyam, gəl. 10 dənə çilə, 10 dənə ayaqla, ayaqla. Yox, yox, yox. Yox, elə bir şey Başla yoxdur. eləyəcək. Sizin verilişinizdə Oyunun qaydasıdır. oyunun qaydası var. Xahiş 10 dənə edirəm. ayaqla. Ayağla bilmirəm də. Yaxşı, verəcəm, 5 dənə, 5 dənə. Baxın Səidəyə. Vay, vay. Aha, bir. 5 dənə. Yox, bunu Yox, yox. səndə başqadır. Onda cərməni bacararsan, ver mənə. Bunu, mənim qoca nənəm var evdə. Belə eləyə gəzir. Ver. Bax, mən bacarım, bax. Hop, Sağ ol, Novruz. görsən. Ya mənim futboldan xəbərim yox. Bax, Mən bilirəm, Messini də tanımarsan. Yox, heç kimi tanımıram. Bir də neftçi adam tanıyıram. Messini tanımır. Xəzər Amma Messi Bənçarov. Niyamı tanıyır. Qoy məni tanısın. hə. Sənin cərmən var. Fatimədə mikrofon. nədir dostlar, bilirsiniz? Bu topu barmağında bax belə fırlatmalısan. yox da, Ya, sən yox, də. belə şey mən eləyə bilmərəm Bəs qurban. mən necə eləyirəm siz eləyə bilmirsiniz? Onu da sən bacarsan. Mən o necə harda bacarsan? başam? Mən bütün günü futbolla məşğul. Nə var? Onsuz da yəni eləyə bilməyəcəksən cəriməsi var. Hə, ay sağ ol. Hə, Yox, alındı yox, ha. bacarmadın. Səidə gəl bura biz bir dənə voleybol oynayaq, baxsınlar necə oynayırlar. Dava gəl hamımız oynayalım. Dava dördümüz də. Kifayətdir məncə, çox gözəl. İndi isə cərmələrimizin vaxtıdır. Cərmə. Qorxma cərimədən. Fatimə, birinci səndən başlayıram, buyur bura. DJ hazırsan? Mən bilirəm ki, sən çoxdan oriental oynamırsan. Yox, oynamayacağam. Necə yəni oynamayacaqsan? Burada oynamayacağam. Burada nə var ki bəyən? Bura əsl şoudur. Burada yəni heç kim Hadi başlayaq. yalandan belə. Yalandan yola verdi yox. لما الكلام يكون فيه جبا تلقى الخبر وصلت النبا لما الكلام يكون فيه جبا تلقى الخبر وصلت النبا وين 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 ده النبا Ey tamaşaçılar, uzun illərdir Fatimə xanım heç bir yerdə oriental oynamayıb, bunu düzləyirəm, uzun illərdir. Amma məhz əsl şouda, əsl şou təqdim elədi. Buna görə gəlin alqışlayaq Fatiməni, gəlin alqışlayaq. İndi isə keçək Niyama. Niyam,
deyişim gəlir. Əlbəttə olar. Buyurun siz rahat olun. Öz eviniz kimi. Niyamın cəriməsi. Sənin Al, al, cərimən al. dəhşətdir, dəhşət. Yaxşı da. Mən bilirəm ki, sən estrada müğənnisisən. Mən bilirəm ki, sən nəğməkar, yəni müğənnisən. Amma bu günləri əsr şouda Niyam muğam oxumalıdır. Muğam oxumalıdır. Səhər-səhər muğam bunlar. Səhər-səhər güzbalan Bura əsr şoudur. Burada olunan tələblər, qaydalar var. Ya, Tiyanə. Qırmızı yanmır o bir Tiyanə, yandan. valla, mən sizə seçin eləməyin. Dostlar, Niyam bir dəqiqəlik məşq eləsin. Biz isə reklamlara keçirik. Reklamlardan dərhal sonra məhz əsr şouda Niyam muğam oxuyacaq. Görüşürük bir neçə dəqiqəyə tək. Ты помнишь свой первый раз? Yaxşısan. Ты услышал хаос. Ты Baş тогда еще не знал, sponsorumuz, что baş это было. sponsorumuz Lider kalbasalarıdır. Eğer Lider kalbasalarını əldə etmək istəyirsinizsə Azərbaycanın bütün marketlərinə daxil olursunuz. Soruşursunuz Lider kalbasaları varmı? Deyəcəklər var, özdə 90 cür çeşiddə, hər cür qablaşdırmada. İnanın çox dadlıdır. Artıq qonağımız da dadına baxıb Niyam necə idi? Niyam necə idi? O birisi mikrofona bir dənə deyək. Lider kalbasasının dadı necə idi? O oradadır. Tamaşaçılar, məni tanıyanlar, tamaşaçılar da bilir ki, mən yalan danışmıram. Danışmışam, uşaq olanda indi danışmıram. Yəni mən kalbasa sosis yemirəm. Nəyə görə? Yemirəm də. Yəni yalandan Amma mən gəldim sən kalbasa. Deyanda indi gəlib məğzi var da, bala. Bala. Gəldim burada əyləşdim, məşq elirdim uşaqlara. Gördüm doğrudan da elə gözəl qoxu gəlir kalbasanın yiyəcəm. Dözə bilmədim, Səidədən soruşdum. Axotniçidən qırdım, yedim. Çox dadlı. Çox dadlıdır. Həqiqətən çox dadlıdır Lider. Buyur canım. Qırmayacağım, mən onu bir dəfələ aparacağım. Qurbandır sənə, qurbandır Mən sənə. deyirəm ki, Hamısını uşaqlar apar. təklif edirəm, hər səhər mən ac gəlirəm, acından ölürəm. Bir dənə bura çörəkdə qoyun ki, biz orada elə orada nə olar, o dadlı iyi biz uca artıq öldürür. Olar, məncə olar. Bunu sabah eləyərlər. Qarnı soxar. Sabah edərlər. Mən Lider kalbasalarını bizim verilişdə görməyimizə biz çox şadıq. Həqiqətən də çox istəyirik ki, gedib ən azı bir dəfə də olsa dadına baxın, sonra dadanacaqsınız zaten. Digər sponsorumuz, digər baş sponsorumuz Dərnəgül şosesində yerləşən H&B Mall inşaat materialları mağazasıdır. Mağaza sizə tam keyfiyyətli və münasib qiymətə məhsullar təklif edir. Fransa, Finlandiya və digər Avropa ölkələrində istehsal olunan müxtəlif tikinti və inşaat materiallarını rahat şəkildə əldə etmək olar. Hardan? H&B Mall'dan. Və eyni zamanda xatırlatmaq istəyirəm ki, H&B Mall'a üst tutursunuz. Əgər tikinti materiallarının satışını həyata keçirmək istəyirsinizsə, orada müxtəlif cür məkanlar vardır ki, orada tikinti materiallarını həyata keçirə bilərsiniz satışını. Keçid alırıq nəyə? Əlbəttə ki, cəriməmiz var. Yox, sponsorlarımızı birazdan deyərik, çünki cərimə çox maraqlıdır, elə deyilmi? Elə deyilmi? Muğam oxuyacaq Niyam Salami. Bravo, Niyamdan canlı. Aklım başımda değil ki sebebini bilmiyorum. Of, bize nazar değdin ama adım gibi biliyorum. Yine bana haram geceler senin için ağlıyorum.
bana haram geceler. Yarim için ağlıyorum. Ah yanıyorum, yanıyorum. Yanıyorum, yanıyorum. Yar yine bana haram geceler. Senin için ağlıyorum. Yar yine bana haram geceler. Senin için ağlıyorum. Nedir gözlerinde o gamli sual. Unut kederini, gamini unut. Hele ki ömründe ay seyden ben varam senin. Unut kederini, gamini unut. Kızlar el ele verin, el ele verin. Kızlar el ele verin, vel vele verin. Şad olsun balçaballar, gülü bülbüle verin. Şad olsun balçaballar, gülü bülbüle verin. Paça el ele ver, bize verir havas. Seyde el ele ver, bize verir havas. Gelinler dua ki gelsin, oya kalktım kafası. Gelinler dua ki gelsin, oya kalktım kafası. Islat el ele ver, oydin el ele ver. Islat el ele ver, oydin vel vele. Gözelinden dilden sevirem seni. Peşiman eder mi seven seveni? Güzelim kalbimden sevirem seni. Peşiman eder mi seven seveni? Yandırdın kalbini ya, ey nazeli cana. Gel eşkime inan ya, sensiz yaşayabilmem. Ey sevgili cana, gel yandırdın kalbimi ya, ey nazeli cana. Gel eşkime inan ya, sensiz yaşayabilmem. Ey sevgili cana, gel ehlime inan. Bu həqiqətən də əsl soru. Bir daha. Ya. Helal mı? Helal mı? Helal. Helal mı? Helal. Sağ ol Ayniyam. İnanılmaz. İnanılmaz Niyam Salami. Həqiqətən Səhər müthiş səhəri, performansıydı bu. səhər tezdən açılanda pəncərə. Aha. Səhər səhəri, valla, Paça sənə deyim. Demə, mən Səhər oxumaq çox verilişin çətindir. saatını bilməmişəm. Elə bilirəm, saat 10-dadır. Dərnəgül yolunda necə gəldim, necə uçaq gözəl. Qurana, o zəmbili, Necə danışanda elə danışır. Bu Bax, zəmbil. Necə gözəl oxuyur, elə də gözəl bu danışır. zəmbili mən alanda, mən bu zəmbili hardan tapdım, necə Bunu aldım? Lənkərandan gətirmisən. Valla. yoxsa Yoldan aldım. Vallahi yox. Lənkərandan gətirir. Lənkəran. Valla Məkka. Məkkə, yox. Nə, çıx nəş? Çıkıneş. Diyan. Yazmışdı. Niyam, günü-gündən cavanlaşırsan, Bir nə sabi. edirsən belə? Sirrini Bu daha. tamaşaçılara da Aa, açıqla. Bu XR-dir nədir, ondan içirəm. Kim cavanlaşır? İmicidəki yəqin özün müəyyənləşdirirsən. Siz Niyamın zat hamısı zövqünə özün. zövq yoxdur, söz yoxdur. Necə Yəni yəni? həmişə demişəm. Elə də olmalıdır. Bu da zövqə var, talış balası, zövqə var. Elə də olmalıdır. İndiyəcə mənə bir şey söz verib də xına mərasimləri üçün. Elə də söz verib, elə də qalıb. Nə, yox, baş yadımdan Gözəl çıxır. bir gəlin. Aa, yadından çıxıb dediyini. Doğrudan mən demişəm Belə bir sənə. şey demişdi ki, sənin üçün elə bir ideya verəcəm. Gəlin oturacağı Ha, üçün. yaxşı. Yəni yadındadır mı? Yaxşı. Həqiqətən xatırlayırsan belə. İnan Ya. sənə can vuracaq Yaxşı, ki. indi sən mənə ideya ver. Deyirdin ki, belə. Sən nə rajeni də çağırırsan. Abi, Yaxşı, Məndən özü şey yığışdır da. istəyirsən.
Bəlkə Mən bizim- söz vermişəmsə gəl belə eləyək. Efir vasitəsilə deyim. Söz vermişəmsə eləyim. Sən məni çağır. Niyam Savami söz verib Çağır. eləyən insandır. İnsanlardandır. Yəni bax, Mən sən məni insanlardandır. çağır. Dünən ki ben niyam. Bunu söz vermişdin elə. Eləyim. İki dənə dostum var ki, hansı ki İbo. İbo Çox gözəl dizayner. dizaynerdir, çox gözəl. Və əlbəttə ki, Niyamın öz gözəl fantaziyaları var ki, Niyam bu Savami insanlar həqiqətən çox belə bacarıqlıdır da. istedadda- Bax, istedadlı yemək bişirə adamlar. bilir. Mahnı Saç oxuyur, qırxır, saç yemək qırxır. Dizayn elə. Mən elə gəlir Saç ki, qırxırsan, ha. salona yaxşı biri saç kəsən axtarır. Niyam Savami, bundan sonra bütün ideyalarımı hamısını pulla sat. Ama Belə dur pulsuz saçımı qır. Dur saçımı qır. Bəh, 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 bəh. Fatma xan. Fatimə xan, istəyirik ki siz Bu rəqs gözəl edəsiniz. Bu gözəl abalavanı libasla biraz da giyindiniz. gözəllik qatmaq üçün. Öz verəksə. Zəng gəlir sizdən. Bəh. Geyiminiz də çox gözəldir, çox. Güzelim tegideksiniz, vah ağacan ağacan, müşti yüreğden vurdunuz, vah ağacan ağacan. Güzelim tegideksiniz, vah ağacan ağacan, müşti yüreğden vurdunuz, vah ağacan ağacan. İşkın neresi tübünde, vah ağacan ağacan, gel her başını taptınız, vah ağacan ağacan. İşkın neresi tübünde, vah ağacan ağacan, gel her başını taptınız, vah ağacan ağacan. Zengini, ayakıma koyun zengini, yarımıza kulap gitse çıkıp liman izini. Zengini, ayakıma koyun zengini, yarımıza kulap gitse çıkıp liman izini. Osmanımda kuyaş bulun, vah ağacan ağacan, yolumuzda derya bulun, vah ağacan ağacan. Osmanımda kuyaş bulun, vah ağacan ağacan, yolumuzda derya bulun, vah ağacan ağacan. Saçıma şıngırlar takın, vah ağacan ağacan, evvel özünüze yakın, vah ağacan ağacan. Saçıma şıngırlar takın, vah ağacan ağacan, evvel özünüze yakın, vah ağacan ağacan. Zengini, ayakıma koyun zengini, yarımıza kulak gitse çıkıp liman izini. Zengini, ayakıma koyun zengini, yarımıza kulak gitse çıkıp liman izini. Zengini, ayakıma koyun zengini, yarımıza kulak gitse çıkıp liman izini. Zengini, ayakıma koyun zengini, yarımıza kulak gitse çıkıp liman izini. Zengini, ayakıma koyun zengini, yarımıza kulak gitse çıkıp liman izini. Zengini, ayakıma koyun zengini, yarımıza kulak gitse çıkıp liman izini. Bak, bak.
Fatma. Bravo, həqiqətən bravo. Əsl şouda hər şey ola bilər. Əsl şouda bu möhtəşəm rəqsi izlədik. Bu Maşallah. enerjini hardan alırsınız? Elə mən onu deyəcəkdim, Novruz mənə qabaqladın. Siz mənə elə gəlir ki, 5 dənə də arxa-arxaya rəqs edə bilərsiniz. Mən elə düşünürəm. Heç bir problemi olmadan, bunlar mənə gicilədi. Heç bir problem olmadan, özü də gözəl biyaqları, Qarışqa qızım. mənə yaxşı bir ad qoyub Səidi. Bu Qarışqa adı mənə bala. əslində anam qoyub. Doğrudan can. Anam mənə dedi ki, qarışqam gəldi, qarışqam getdi. Çox zəhmət. Allah Ay olmasın. tamaşaçılar bir söz deyin. Söz, bir dənə Ay, burada ay, qalmış. tamam. Söz deyin, amma reklamlardan sonra. Reklamlar Reklamlardan dərhal sonra buradayıq. Əsl şouda yenidən görüşürük əlbəttə ki. Əsl şou davam edir. Clap your hands. Oh, you're looking. I'm going to sing my song. It won't take long. We're going to do the twist, and it goes like this. Come on, let's twist again. Like we did last summer. Yeah, let's twist again. Like we did last year. Remember when things were really humming? Yeah, let's twist again. Christmas time is here. Round and round and up and down we go again. Oh baby. Əsl şou davam edir. Əsl şouda sponsorların vaxtıdır. Baş sponsorumuz Lider Kalbasalarıdır. Lider Kalbasalarını Azərbaycanın bütün marketlərindən əldə edə bilərsiniz. Daxil olursunuz marketə. Əlbəttə yemək olar. Tamaşaçılarla onlar yer. Hamısını yemək olar. Bir daha içdik. Buyurun bu sizin. Kimin də ürəyi istəsə, veriliş bitən kimi burada nə qədər kalbasa, sosis görürsünüz, evinizə apara bilərsiniz. Və digər sponsorumuz, digər baş sponsorumuz Dərnəgül şosesində yerləşən H&B Mall İnşaat Materialları mağazası. Mağaza sizə tam keyfiyyətli və münasib qiymətə məhsullar təklif edir. Fransa, Finlandiya və digər Avropa ölkələrində istehsal olunan müxtəlif tikinti və inşaat materiallarını rahat şəkildə H&B Mall-dan əldə edə bilərsiniz. Mağaza çox rahat yerdə yerləşir. Dərnəgül şosesi köhnə həyat mebelin yeri. Gedirsiniz, deməli, daxil olursunuz H&B-yə və inşaat materialları alırsınız, binalarınız, eviniz keyfiyyətli olur. Eyni zamanda da ki, H&B Mall böyük bir inşaat mərkəzidir, orada icarəyə yerlər verir. Götürə bilərsiniz, inşaat materiallarının satışı ilə məşğul ola bilərsiniz və yeni bir biznesə başlaya bilərsiniz. Səidə, sən sponsorları oxumurmursan? Sponsor deyəm, birazdan gəlirəm. Mənim sponsor deyirsiniz. Deməli, mənim sponsorlarım XR Forum gözəl arıqlamaq üçün xanımlar və bəylər mütləq şəkildə istifadə edin. Çünki idman zalına doğrudan da getmək olmur, bilirəm tənbəllikdir. X-Forum isə yaşıl çaya bənzəyir, bütün piyləri əridir və arıqlamaq üçün çox gözəl bir vasitədir. Mütləq şəkildə istifadə edirsiniz. Növbəti sponsorumuz isə təmiz pərdədir. Təmiz pərdə gördüyünüz kimi gəlir, özü sökür, yuyur, yığışdırır, düzəldir və axırda da asır, çıxır gedir. Gör nə gözəl xidmətdir. Təmiz pərdə həmçinin istənilən zövqə uyğun İtaliya, Türkiyə istehsalı olan pərdələrdə sifariş edə bilərsiniz. Və növbəti sponsorumuz isə... Digər sponsorumuz saç tökülməsinə və baş dərisində olan xəstəliklərə artıq son. Xanımlar və bəylər, diqqətli olun. Əgər saçınız tökülürsə mütləq bu məhsuldan istifadə edin. Məhsullar tam təbiidir. Tərkibi 22 növ endemik bitki qarışığından ibarətdir. Eləcə də bitki dərman brendinin lasyon və kremləri tam təbiidir. Sizin dərinizin gözəl, təravətli və sağlam qalması üçün çox effektivdir. Mərkəzdə yazın gəlişi ilə bağlı kampaniya var. Bunu qeyd etmək istəyir. Aprelin 3-dən artıq 25-nə kimi saç dərisinin müayinəsi pulsuzdur. Nə gözəl xəbərdir, nə gözəl xəbərdir. Mütləq gedək. Çünki yoxlatdırmaq lazımdır. Əgər saçınız tökülürsə, saç müayinəsi pulsuzdur.
Ünvan xatırlatmaq istəyirəm, Mirzə Baba Əhmədzadə küçəsi, ev 6 mənzil 51, Nərmanov parkının arxası. Telefon nömrəsi 055 392 67 00 012 567 34 75. Facebook ünvanı Bitki Dərmanı Bakıda. Mən üzr istəyirəm, çox üzr istəyirəm. Biraz sponsorlardan danışanda mən X Forumun yaşıl çaya bənzər arıqlatmaq üçün piyləri əridən bir çayımızın gözəl çaydır, mütləq şəkildə istifadə etməyə dəyər. Ünvanını xatırlatmadım, üzr istəyirəm. Yasamal rayonu Şərifzadə küçəsi 130, Ateist ilə üzbəüz, telefon 055 821 77 77 X Forum arıqlamaq üçün. Təmiz halını da, təmiz pərdəni də sizə xatırladım nömrələrini. Ünvan 7-ci mikrorayon Azadlıq metrosunun yaxınlığı, telefon 012 563 62 64 051 574 74 00 070 709 39 89. Və dedim. geyimimə görə, bax gördüyünüz bu geyimə görə mən təşəkkürümü bildirirəm. Scarlizoni butikinə dərin təşəkkürümü bildirirəm. Çox asan yerdə yerləşir. Azərbaycan prospekti 38 Şahmat klubun yanında istənilən zövqlü geyimlər, ayaqqabılar və aksesuarlar əldə etmək mümkündür. 012 594 80 27 050 615 75 75 nömrələri ilə əlaqə saxlaya bilərsiniz. Və təşəkkürlər bitmir, buyur. Məndə də Bayaq bitmir hələ. əlində gördüyünüz o belə qırmızı şortik, bir də belə ağ-qara kofta, yəqin ki gördünüz. Mənim stilimdə, sevdiyim bir stildir. Ona görə də mən Las Vegas'a təşəkkürümü bildirirəm. Xanımlar, Las Vegas'a getməyə dəyər, doğrudan da çox maraqlı geyimlər var. Bəzəkli, düzəkli, rəngarəng. Yerləşir, ümumiyyətlə 3 mağazası var Las Vegas'ın. Biri yerləşir Memar Əcəmi, deməli belə. İkisi Nərimanov metrosunun yaxınlığında Ağa Neymətullah küçəsi 54 və 44A. Digəri isə Memar Əcəmi metrosunun yaxınlığında yerləşir. Telefon nömrəsi 012 566 51 32 012 514 11 53 Las Vegas. Növbəti isə saçıma və makyajıma görə Vogue gözəllik salonuna təşəkkürümü bildirəm. Lamiyə təşəkkürümü bildirəm, öpürəm. Qızlar, bilirəm bizi izləyirsiniz və Vogue-da bütün olan qızları öpürəm çoxlu-çoxlu. Mən həmişə belə təşən gedim. Yaşı! Öpürəm sizlə. Bəli. Amma təşəkkürlər bitmir. Mən də saç düzümə görə təşəkkürümü bildirəm stilist Elnara. Stilist Elnara dərin təşəkkürümü bildirəm. Telefon nömrəsini xatırladım. Əgər getmək istəyirsə, saçınızı möhtəşəm şəkildə düzəltdirmək istəyirsə 055 412 14 12-yə zəng vurursunuz. Bizim bir fotoqrafımız var ki, bizim daima peşəkar, profesional şəkildə şəkillərimizi çəkir. İsmi Xandır bu. Onun da nömrəsini xatırladıram. Əgər fotosesiya etdirmək istəyirsinizsə 050 488 98 92-yə zəng vurursunuz. Və əlbəttə ki, bizim informasiya dəstəkçimiz də var. Maşallah, nə qədər balı var biz. Maşallah, bu da publika azdır. Publika aza dərin təşəkkürümüzü bildiririk ki, biz buradan artıq çıxan kimi mediada məlumatlar çıxır və veriliş haqqında təəssürat yaranır. Buyur canım. Üzüyü bağışladı. Niyam Fatiməyə şok, şok, şok. Mən üzr istəyirəm Niyam. Mən biraz bu sponsor söhbətlərinə belə gecikirəm də. Yəni nömrə yadımdan çıxır. Sonra deyirəm, vay nömrə yadımdan çıxdı. Ona görə də çox üzr istəyirəm. Əsas təbii şəkildə bunu çatdıra bilirik. Bu qədər maşallah. Mən bir məlumatı da nəzərinizə çatdırım. Əgər istedadlı, bacarıqlı şou göstərmək, əsl şou göstərmək istəyən insanlar varsa, məhz bizimlə əlaqə saxlasın. Prodüserumuzun nömrəsini verirəm. Tez əlinizə ruçka, qələm götürürsünüz. Bu, yəni tək oxumaq deyil, bu möhtəşəm rəqs ola bilər, bu hər hansı bir köpük şou ola bilər, qeyri-adi bacarıq ola bilər. Adam var ki, deyir ki, mən 50 dənə dönəri birdən yeyirəm. Məsələn, bu da ola bilər. Hər cür adam. İstedadlı olan hər bir gənci gözləyir uşaqlar. Amma gələndə dönəri öz alıb gətirməlidir. Bizim hədiyyələrimiz olacaq. Dönər nədir? Məsəl üçün də deyir ki, adam var, deyir ki, mən 50 dənə dönər yeyirəm. Deyir ki, mən 5 dəqiqəyə. Yox, xəstəlikdir. Xəstəlikdir. Elə şey olar. Amma yenə deyirəm, biz bunu öz laboratoriyamızdan yoxlayandan sonra efirə çıxardırıq. Buna əmin ola bilərsiniz. İsa'nın telefon nömrəsini yazın 050. İsa bizim prodüserumuzdur, icraçı prodüser 050 60 645 20 81 təşəkkürümüz bitdi. Mən söz vermişdim ki, mən canlı efirdən öz gözəl kolleksiyamı salam göndərəcəm. Banu Servizi öpürəm. Bravo. Kullandı.
Bax Biz mən də veriliş salamlayırıq. başlayandan deyirəm ki, salam punlandı, hələ bir çıxadıb bir məmmət verən yoxdur, bir manat verən yoxdur. Məmmət var. Məni ancaq Masallıya salam deyirəm. Bəh, Bağışlasın. bəh, bəh, Anadan bəh. olduğum yerə Da Masallı. Masallını hər Mən də kimə kəndi. Lənkəranları öpürəm, qohumlarımı maç Bütün eləmirəm. Azərbaycanın bütün bölgələrinə salamlarımızı göndərək. Azərbaycan bütün Qohumlarıma bölgələrinə salamlarımızı göndəririk. Əlbəttə ki, çünki orada Bəli. böyüdüyümə Bizi görə yəni. hər mən- yerdən, inanın ki, Ay, nəinki bir də, Azərbaycandan, bir də, mən Novruz, Instagram Novruz. səhifəm var, Novruz İsmail bitişik şəkildə yazılır, eyni Üzr zamanda istəyirəm. daxil ola bilər, suallarınızı verə bilər, mən üzr istəyirəm. Bizə dünyanın bəzi ölkələrindən də yazırlar və sizi izləyirlər, sizə salamlarını çatdırırlar. Çox sağ olsun. Mən reklam Onlar arasında mən bir oxudum, dənə- buyur. Mən bir dənə də şey deyəcəm, etiraf edəcəm ki, mən mamam məndən inciyib. Mən onunla istəyirəm barışım efirdən. Öpürəm mama sənin əllərini. Mən səni çox istəyirəm. Çox istəyirəm. Mənim də Qızım, mama səni harda Mən görürəm? də öz anamı salamlayıram burada. Reklam arasında Ver də. mama mənə SMS yazdı ki, ayağını niyə qatdalamısan? Bunu niyə qatdalamısan? Sadəcə dəbdir mama, dəbdir. Mən nə edeyim? Qatdalamışam da. Biraz uzun uydu ona görə. Hə. 5 dəqiqə bundan qabağa sən buna ad qoymuşdun. Qarışqa. Fatih Qarışqa. Mənim Sizə bu, qarışqa hə. qızım. Anam mənim. Heç. Sizə Norisi mən sənə bundan Buyur, buyur danışım. canım. Biraz ömrüm atanın balası onun xoduna. Ömrü arzun ürəyində qalır ki, səhər-səhərin gözünü açasan, telefonumu açasan, Instagrama girəsən. Fatih maşında səhər-səhər saat 7-də. Salam əziz tamaşaçılar. Xoş görsəniz hazırdır. Yarım saatdan sonra Amerikadadır. Görsən alver eləyir. Al. Bismillah. Saat yarımdan sonra Lənkəranda çay qızlarına konsert verir. Bir saatdan sonra görürsən uje axşamüstü aş verir. Aşdan sonra bu tar şadlıq evi açır. Çox işgüzar Axır bir dəfə xanımdır. buna zəng elədim. Dedim, ay qız, gülürəm. Deyir, nə olub? Deyir, pisdir bəyəm. Deyirəm, işləyən qadınsan. Xoşum gəlir. İşləyəsən, zəhmət çəkəsən. Ona görə zəhmət çəkirsən, Allah sənə bəhrəsini verir, Fatih. Əlbəttə, Mən bunu zarafata deyirəm, çəkmək amma lazımdır. doğrudan o işləməyə görə deyirəm ki, sənə işləyən adama, işgüzar insanlara halaldır. Bəs nə? Qıraqdan bizim işimiz Mən çox asan soğanı görsənir. Amma insanlar gələcək, bilməlidir, yəni sabah. bunu biz etmək üçün həqiqətən də çox əziyyət Sabah çəkirik, qılava, zəhmət gəl. çəkirik. Mən məsələn bir aparıcı kimi müəyyən öz üzərimdə çalışıram, Səidə öz üzərində çalışır. Ümumiyyətlə nə isə keyfiyyətli bir iş ortaya çıxartmaq üçün işləmək lazımdır, zəhmət Doğrudan. çəkmək lazımdır. Düzgün Mən bunu deyirəm işləmək ki, nümunə götürsünlər və indidən gənclər bizə baxır. Onlar indidən işlək həyata öyrəşsinlər. Yalnız bunun üçün deyirəm. Aysa bir qısa bir söz deyim. Yoxsa indiki gənclər inciməsin məndən. Hə, görsən, iş yoxdur. Hə, iş yoxdur. Deyəm, Aysa, hər yerdə iş deyirəm var. ki, qardaş, necə iş yoxdur? Oxumusan? Ki, ali savadın var? Yox. Sənətin var, bir sənət, mataris bilirsən, bir şey bilirsən? Yox, deyirəm, son müsafirsən. Yəni, yox, ha, nə afirsən? Deyirəm, gəl müğənni işlə, deputat işlə, sonra nə istəyirsən? kabinet işləyir. İşləmək lazımdır. Əlbəttə Ümumiyyətcə, işləmək öz üzərində, lazımdır. bax, Fatih nəyə görə deyirəm, ona görə misal Çox çəkirəm. işlək xanımdır. Özü Fatma rəqslərini xanım. Yəni hər hazırlayır. yerdə görmək olacaq. Çox Bir də görsən, zəhmətkeş. yeni, bax, ömür boyu gözümdə. Mən o... Ona gözəl bizim pedaqoq Fərhad Vəliyev. Aysa, mən onu görməmişdim. Prosta sadəcə olaraq bu Geyimini. aləmdə insanı ruhdan salan insanlar olmasın. Amma Olmalıdır. gəlin o insanlara fikir verməyək. O Yox, insanlar bəzən adam fikir verir, amma bəzən görsən ki, elə ruhdan salırlar ki, çox razıyam ürəyi kövrək səndən olan də. insan Əslində şəxsən onu Səidə, çox, inan ki, məni də ruhdan depressiya salan salır. vaxt düşən vaxtlarım Mən də olub. eləmi? Yəni niyamın da olub, sənin də. Bəli, düzdür. Yox, bax həqiqətən bax Səidə düz deyir ki, elə insanlar var, Var, ki, var. Biz sənətdə olan insanların içində ki, ürəkləri çox kövrəkdir. Və bunlardan biri elə mənəm, Səidədir, bir neçələri var da, niyə? Amma bir də görsən ki, doğrudan da elə haqsızdır sözlər olur da, adam belə pis olur da, yəni istəyirəm Bəs niyə ki, nə, sənətdən uzaqlaşsın? Yəni niyə görə? Olur. 16 ildir mən səhnədəyəm, 16 ildir mən gözəl rəqslərimlə tamaşaçıları, gözəl xalqımızı, sevənləri sevdirmişəm. Sevməyənləri də indi sevdirməmişəm, sevməyən də onlar özü da bilər. özü bilər. Yəni Bir dənə zəhmət olmasa qal. ölsün məni sevməyən. Sən Allah eləmə, heç ölməsinlər, Hadi yox, yaşasınlar. ölsün. Yaşasınlar, Əlbəttə. Səni kim yaratsınlar. sevmir? Kim sevmir? Yox, yəni belə yəni- bir Ay səni belə kim vurur sevməyən. səni? Kim sevmir nə səni? deyirəm? Belə bir xüsusi insan varmı? Sevməyən mən görmürəm. Mən onu necə mənim üzümə demirlər, səni sevmirik. Hə, o Amma bilmək olur da yaxşı, yəni hiss ki, eləyirsən. bizsiz həyatdır da, yəni. Hardan ruhdan- məlumatlar gəlir Amma belə? amma bir şey deyim ki, mən çox möhkəm bir xanım. Baxmayaraq mən kövrəyəm.
Amma mən belə bir Möhkəm olmasanız burada olmarsınız. Bəli, Möhkəm olmaq lazımdır möhkəm ki. olmasaydım mən bunları gözəl bir şeyləri yaratmazdım, tamaşaçıları sevdirməzdim. Və bu günlərdə bax bu gözəl Nigaran rəqsi ilə mən bir daha tamaşaçıların qəlbini sevindirdim. Görüm tamaşaçılar bəyəndi mi rəqsi? Çox bəyəndi. Yəni nəyi ki ekran qarşısındakı tamaşaçılar bayaqdan yazırlar, çox bəyəniblər həqiqətən. Mən sən geyimvi bu rəqsin geyimini, yəni belə bir geyim yəni mənə doğrudan başqa hava yaratdı. Ona görə də yəni yenə də Fərhad müəllimə sənə minnətdaram. Hər zaman milli rəqslərlə, ya Hind rəqslərlə, ya olsun başqa bir dünya xalq rəqslərlə tamaşaçıları sevdirmişəm. Amma bu mənim repertuarımda yeni bir amplua oldu belə. Çox gözəl yəni həm lirik, həm gözəl bu musiqini yaradan insanlara təşəkkürümü bildirirəm. Sən həm də müəllimin neçə illərin müəllimidir? Mənim müəllimim də bəlkə 60 ildir bu sənətdədir. Baxmayaraq ki 60 yaşı yoxdur, məni öldürəcək yox, çox dedi. Amma mən yəni bir 55 yaşı var və bir neçə ildir bu elə 55 gözünü açandan çox artıq peşəkar sənətkardır. Bütün dövlət ansambl rəqslərini yaradan insan. Bugünkü gündə onu Ankara'da, İstanbul'da dəvət edirlər şəxsən ki yəni elə türklərin özlərinə bizim Azəri rəqslərimizi onlar üçün repertuarını qurur, gedir, bir ay orada oturur, onlar üçün işləyir, gəlir və mənim məktəbimdə çalışır, bizim Banu rəqs məktəbində, mənimlə çiyin-çiyinə çalışır. Mən xoşbəxtəm ki, bu cür sənətkar mənimlə birlikdədir. Bravo, Allah başa eləsin. Əziz tamaşaçılar, əsl şou davam edir və Niyam Salamini dəvət edirik. Daha bir mahnı, biraz rəqs edək. Dastan, bəh. Mahnıdan... Mən inanmazdım ki bir gün hər şeydən bezib qaçmışam. Dostum gəl, getmə gözümdən, özümdən ürkən olmuşam. Sordum mu nədir istəyin, gözüm üstədir, bir sözüm bəsdir. Dərdimdir, çəkdiyim dərdim, yoxdur heç fərqim, doğma bir kəsdir. Gəl, tuz çörək böndük, biz nələr gördük, birgə söz verdik. Dostum gəl, küsməsin qəlbim, əzizdir xətrim, dost deyib sevdik. Dostum gəl, tuz çörək böndük, biz nələr gördük, birgə söz verdik. Dostum gəl, küsməsin qəlbim, əzizdir xətrim, dost deyib sevdik. Mən inanmazdım ki bir gün hər şeydən bezib qaçmışam. Dostum gəl, getmə gözümdən, özümdən ürkən olmuşam. Sordum mu nədir istəyin, gözüm üstədir, bir sözüm bəsdir. Dərdimdir, çəkdiyim dərdim, yoxdur heç fərqim, doğma bir kəsdir. Dostum gəl, tuz çörək döndük, biz nələr gördük, birgə söz verdik. Dostum gəl, küsməsin qəlbim, əzizdir xətrim, dost deyib sevdik. Dostum gəl, tuz çörək döndük, biz nələr gördük, birgə söz verdik. Dostum gəl, küsməsin qəlbim, əzizdir xətrim, dost deyib sevdik. Sordum mu nədir istəyin, gözüm üstədir, bir sözüm bəsdir.